Hazırda dünyada gündəlik olaraq 11 milyon barel neft çatışmazlığı və 300 milyon kubmetr sıxılmış maye qaz çatışmazlığı müşahidə edilir. Səbəb isə təbii ki, yaxın şərqdə davam edən münaqişədir. Çıxış yolları Avropa İttifaqına üzv olan ölkələrin enerji nazirlərinin növbədənkənar video formatda keçirilən iclasında müzakirə edildi. İclasda iştirak edən Avropalı komissar Dan Jorgensen bütün ölkələri neft və qaz məhsullarından qənaətlə istifadə etməyə çağırdı və əsas çıxış yolu kimi qaz anbarlarının vaxtından əvvəl doldurulması göstərildi. Eləcə də avtomobildən istifadənin azaldılması və ictimai nəqliyyatdan daha çox istifadə edilməsi üçün Avropa İttifaqı ölkələrində məlumatlandırmanın davam etdirilməsinin və intensivliyinin vacibliyi vurğulandı və ən əsası aviadaşımaların sayının azaldılması zəruri tədbirlərdən biri kimi qeyd edildi. Qeyd edim ki, Avropa İttifaqına ötən ay, yəni mart ayı ərzində təxminən 1,1 milyon ton aviayanacaq idxal olunub. Halbuki fevral ayında bu rəqəm bundan 2 dəfə çox olmuşdu. Başqa sözlə 2 dəfə daha az mart ayında aviayanacaq idxal olunub Avropa ölkələrinə, Avropa İttifaqına. Bu isə aviadaşıyıcıların həyəcan təbili çalmasına gətirib çıxarır və bildirilir ki, əgər təchizat bu qədər aşağı səviyyədə olarsa, o zaman ən yaxşı halda artıq aprelin sonundan başlayaraq Avropa ölkələrində aviadaşımaların bir çoxunun məhdudlaşdırılması və bəzi reyslərin təxirə salınması qaçılmaz olacaq. Qeyd edim ki, təkcə aviayanacaq deyil, ümumilikdə yanacaq çatışmazlığı, neft çatışmazlığı hökm sürə bilər Avropa İttifaqı ölkələrində. Belə ki, hazırda Avropada əgər Avropa İttifaqına üzv olmayan Böyük Britaniya və İsveçrənin əlindəki ehtiyatları da nəzərə alsaq, 100 milyon ton neft var, Avropanın ehtiyat nefti var. Bu da təxminən 735 milyon barelə bərabərdir. Bu isə o qədər də böyük rəqəm deyil. Müqayisə üçün deyim ki, təkcə Almaniyanın illik neft ehtiyacı elə təxminən bu qədərdir. Ona görə də ekspertlər hesab edirlər ki, əgər neft axını Avropaya bərpa olunmasa, o zaman hazırki ehtiyatlarla Avropa İttifaqı ən optimist proqnozlara inansaq, yalnız ay yarım, 2 ay vəziyyəti idarə edə bilər. Ondan sonra isə artıq ciddi böhranla üz-üzə qala bilər və bu böhran yalnız qiymətlərin çox olması deyil, ümumiyyətlə neft məhsullarının, yanacağın defisiti kimi özünü göstərə bilər.